Bilirsən necədir? İsti yerdə oturub danışmaq çox asandır. Ustaları pastayanlı qınayırsa Azərbaycanda usta yoxdur, filan yoxdur. İsti şəraitdə oturmusunuz ofisinizdə, çayınız qabağınızda, işinizi görürsünüz. Bəli, siz də əziyyət çəkirsiniz. Bir çoxlarınız evdə oturmusunuz, əlinizi ayağınızın üstünə qoymusunuz, dincəlirsiniz. Servislərdə, duzxanalarda avtomobillərinizi aparıb etibar edirsiniz. Onlar sizin avtomobilinizi düzəldirlər. Siz isə isti şəraitdə oturmusunuz. Və isti şəraitdə oturmağınızın ən böyük səbəbkarları olan həmin o ustalar, bax elə bu soyuq havada, hündür mərtəbəli binaların ən hündür mərtəbələrində, pəncərəsi olmayan, divarları olmayan, ən ağır təmir tikinti şəraitlərində zəhmətlə çalışırlar. Biri beton qatışdırır, biri mala vurur, bir çox işlər say bitməz. Onları da çox yaxşı başa düşürəm. Yol gəlirdim, dedim o əllərim donur da, yəni olmazsa olmaz bu barmaqsız əlcəklər daim yanımdadır. Bu əlcəkləri həm iş zamanı, həm də belə yol çıxanda, harasa uzaq məsafəni qət eləyəndə, belə soyuq hava şəraitlərində geyinirəm. Necə deyərlər, elə əynimə də oturur. İş əlcəyi olmağına baxmayaraq, yola çıxanda eləyəndə də rahatlıqla istifadə edə bilərsiniz. Öz qədrinizi bilin, sənətkarlar. Çünki sizin qədrinizi sizdən başqa heç kəs bilməyəcək.